Yəni insan dünyada əməl eləyir, onun əvəzini axirətdə görəcək. Ya savab baxımından mükafat alacaqsan və ya cəza. Axirətdə kafir olan kəs arzu eləyəcək, xəyal eləyəcək, arzu eləyəcək ki, kaş ki mən iman gətirərdim, kaş ki mən salih əməllər işləyərdim. Və qiyamət günü kafirlərin halı haqqında Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, وَلَوْ تَرَى إِذْ وُقِفُوا عَلَى النَّارِ فَقَالُوا يَا لَيْتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِآيَاتِ رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ. Onlar odun qarşısında dayandırıldıqları vaxt, saxlanıldıqları vaxt odun qarşısında deyəcəklər ki, kaş ki biz dünyaya qaytarılardıq. Kaş ki biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini də yalan saymazdıq və möminlərdən olardıq dediklərini görəydin. Yəni, bu cür təmənna eləyəcəklər ki, kaş dünyaya qaytardıq, kaş əməl eləyərdik, kaş möminlərdən olardıq, Allahın ayətlərini yalan saymazdıq və bu kaşların da heç bir faydası olmayacaq, artıq iş işdən keçib. Çünki dünya həyatında lazımdır. Dünya həyatında nə etdin? Bugün əməl var, haqq hesab yoxdur. Amma vaxt gələcək, haqq hesab olacaq, əməl olmayacaq. Əməl eləyə bilməyəcəksən.